Beləcə mən birinci Tiflis kişi gimnaziyasına qəbul edildim. Bu gimnaziya Cənubi Qafqazda ilk ciddi tədris ocağı idi. Siz müsəlman tələbələrindensiniz? Mən bura oxumağa gəlmişəm. Deməli, İrəvan Quberniyyasından gəlmişsiniz. Neynə? Xoş gəlmişsiniz. Siz? Mən Azərbaycan dili müəllimiyəm. Gedək sizi komendanta təqdim edin. Gördüyünüz bu gimnaziya... Allah Teala mənə həmişə lazımlı və dəyərli müəllimlərə tərəf yönəldi. Buna görə mən ömrüm boyu minnətdar olmuşam. Artıq sonralar biləndə ki, Tiflis gimnaziyasında ilk qarşılaşdığım müəllim Mirzə Fətəli Axundov idi. Çox sevindim və bununla fəxr etməyə başladım. Тема нашего сегодняшнего урока – это материки. Видите? У нас 5 материков. Записывайте, записывайте. Самый большой из них – это Евразия. Вот вы знаете, что в нем сочетается Европа и Азия. Записывайте, мальчики. Dictum est factum. Aut vincere, aut morire. Aut vincere, aut morire. Vaxtilə Dresden Qalereyasında vəfaki rəssam kimi çalışmış bu alicənab insan rəssamlığın sirlərini bizə bacardığı qədər ötürməyə çalışırdı. Ganzes Wissen eine Kulturrevolution. Aynı zamanda onu